Deməli, sinuslar teoremi A'nın sinüs alfaya nisbəti, B'nin sinüs beta'ya nisbəti, C'nin də sinüs gamma nisbətinə bərabər. Bu da bərabərdir 2R kimi hesablanır. İndi keçək Knight suallar işləyə buradan. Buraya yerləşməyəcək. Bizə tərəflər verilib. A'nın sinusla terimi yazıram. Sinus 60'a nisbəti A tərəfinin qarşısında 60 dərəcəli bucaq dayanır. 4'ün sinus 30'a nisbətinə bərabərdir. Bunu burada həll edirik. A'nın sinus 60 trigonometrik cədvəldə kökdə 3 bölü 2'dir. 4 bölünsün sinus 30 cədvəldə 2'də 1 kimi verilib. Həmişə yadda saxlayın. Bircə dəfə baş salacağım nəyə görədir? A'nı kökdə 3 bölü 2'yə bölürsən, 4'ü də 2'də 1'ə bölürsən. A'nı tərsinə çevir. Birinci qalsın, o birisi tərsinə çevirilsin. Deməli 2A deməli A vurulsun 2 böl kök altda 3 bərabər 4 dəfə 2 8'ə. A'nı tapanda 8'i bölürəm 2 bölünsün kökdə 3'ə. 8 vurulsun kökdə 3 bölü 2. 8'dən 2 xısa gedir, qalır 4. A da deməli 4 kökdə 3'dür. Üç, 4 eynidir. İkinci misal kosinuslar teoreminə aiddir. İndi onu da izah edəndən sonra işləyərəm orada. 6-cı misal tutaq ki. 6-cı misalda buraya 105, buraya 30 verilibsə 105 ilə 30'u toplayın 135, 180'dən 135 çıxanda 3-cü bucağın payına 45 dərəcə qalır. Sinuslar teoremin indi buna əsasən yazacağıq. Bura 45 dərəcədir. A'nın qarşısındakı bucağın sinusuna nisbəti A bölünsün sinus 45. 4 kökdə 2'nin də sinus 30'a nisbəti 4 kökdə 2 bölünsün sinus 30. A'nın sinus 45 kökdə 2 bölü 2'dir. 4 kök altdaki sinus 30 2'də 1. Ya da saxlayın, bu məxrəcdəkini yuxarı çıxara bilərsiniz. Bu cür mərtəbəli kəsirlərdə. 2 yuxarı qalxdı, kökdə 2 aşağıda qaldı. 2 yuxarı qalxdı, 1 aşağıda qaldı. Çarpaz vursaq 2 A'nı 1'ə vuranda 2, 4 dəfə 2, 8 kökdə 2'ni də buradakı kökdə 2'yə vururam. 2A bərabərdir 8 kökdə 2'nin kökdə 2'yə vuranda kökdə 4, ondan da 2 çıxır. Buradan da 8 dəfə 2 16 bölü 2 A çıxır 8. 7-ci misal kosinuslar teoremidir. 8 9 10-cu misal bayaq kimi idi, bundan oxşardı. Keçək kosinuslar teoreminə. Kosinuslar C ilə yazdım, K ilə yazılır.
alt tərəfinə əsasən kosinüslər teoremi yazıramsa a kvadratı c kvadratı üstəgəl b kvadratı çıxılsın 2bc kosinus a-nın qarşısında alfa durubsa kosinus alfa yazıram. B tərəfinə əsasən kosinüslər teoremi yazanda yazıram b kvadratı bərabər digər tərəflərin kvadratları cəmi 2ac kosinus b bucağı b tərəfinin qarşısında beta dayanıb. C tərəfinə əsasən kosinüslər teoremi yazanda yazıram c kvadratı digər tərəflərin kvadratları cəmi a kvadratı üstəgəl b kvadratı çıx 2ab kosinus c-nin qarşısında qamma bucağı dayanıb. Yəni üç tərəfin üçünə də uyğun kosinüslər teoremi yazmaq olur. Keçək indi misal nümunələrinə. Burada ikinci misal. Mənə B tərəfi lazımdır. Ona görə B tərəfinə uyğun kosinüslər teoremi yazacağım. B-nin kvadratı bərabərdir. A-nın kvadratı, yəni 4-ün kvadratı üstəgəl 3-ün kvadratı çıxılsın. 2 vur, 4 vur, 3 kosinus B-nin qarşısındakı bucaq 60 dərəcədir. Kosinus 60. Bunu hesablasaq 4-ün kvadratı 16, 9, 2 də 4-ün 8 vur 3, 24. Kosinus 60 da 2 də 1-dir. Trigonometrik cədvəldən. 2-ni 2-yə 1, 24-ü 2-yə 1, 12. 6 üstə 9, 25-dən 12 çıxanda 13. B kvadratı 13 isə B də kökdə 13 olur. 5-ci misalda da tərsinədir. Bu da sənə tərəfləri verib, deyir bucaqları tap. Səndən alfa bucağı tələb olunduğuna görə sən 6-ya nəzərin üstürəcəksən. 6-nın kvadratı bərabərdir. Digər tərəflərin kvadratları cəmi 5-in kvadratı üstəgəl 4-ün kvadratı çıxılsın. 2 vur 5 vur 4 kosinus alfa. Alfa yoxdur. Bu dəfə kosinus alfanı axtarım. 6-nın kvadratı 36, 5-in kvadratı 25, 4-ün kvadratı 16, 2 də 5-in 10 vur 4 40. Bunların ikisini də sol tərəfə atsaz mənfi 40 kosinus alfa sağda qalsın. 36-dan 16 çıxsam 20-dən 25 çıxsam mənfi 5. Mənfi 40 kosinus alfa. Kosinus alfanı axtarıramsa yanındakı məxrəcə düşür. Mənfi 40 məxrəcə, mənfi 5 sürəti. Mənfiyə bölündə müsbət qalır. 40 ilə də 5 qısa gedir. 8-dən 1. 7-ci misal eynidir. Bu qədər.